Adətən xəstələr müraciət edirlər ki, ultrasəs müayinədə təsadüfən öd qatlaşması aşkar edilib. Bu mənim həyatım üçün təhlükəlidirmi? Daş yarana bilərmi? Əməliyyata ehtiyacım varmı? Öd qatlaşması öd kisəsində kalsium duzlarının, xolesterin kristallarının və seliyin birləşib palçıq şəklində çöküntü yaratmasıdır. Bu, gələcəkdə daş üçün bir mühitdir. Yəni, öd qatlaşması sonradan daşın yaranmasına səbəb ola bilər. Bəs kimlərdə yaranır? Uzun müddət aclıq, uzun müddətli susuzluq halı yaşayan, sürətli arıqlama diyetaları saxlayan, hamiləlik dövründə, uzun müddətli reanimasiya yatışında olan xəstələrdə və bəzi qrup dərmanların qəbulu ödün qatlaşmasına səbəb ola bilər. Bəs bu öd qatlaşmasının müalicəsi varmı? Əgər şikayət vermirsə, o zaman siz 6-12 ayda bir kontrol UZI müayinəsindən keçirsiniz, həkim konsultasiyasında olursunuz və sizə sadəcə həyat tərzini dəyişmək məsləhət verilir. Həyat tərzini dəyişmək nədir? Gün ərzində 3-4 dəfə az-az, tez-tez qidalanırsınız, bol maye qəbul edirsiniz, fiziki aktivliyi həyatınıza daxil edirsiniz. Bunlara riayət etdikdə zamanla qatlaşma geriləyir və daşın yaranmasının qarşısını almış olursunuz. İkinci nüans isə əgər öd qatlaşması sizə şikayət verirsə nə edirik? Belə olan halda həkim konsultasiyasında olursunuz və sizə həkim tərəfindən təyin edilən öd qovucunu, UTKA deyilən dərmanı qəbul edirsiniz. Bu zaman əgər proses geriləyirsə, siz sadəcə nəzarətdə qalırsınız. Yox, geriləmir, irəliləyirsə, daş yaranırsa, kəskin xolesistit verirsə, o zaman cərrahi yanaşma ön plana keçir.